Webmaster Demo marafonumuza xoş gəlmisiniz. Bu marafonda sizlərlə bərabər ibtidai cəmiyyət quruluşuna aid olan dövrlərin, yəni bütün mərhələlərin yerləşmə abidələrini öyrənəcəyik. İlk öncə onu demək istəyirəm ki, niyə biz bu abidələrin yerləşmə yerlərini öyrənirik? Yəni ki, niyə hər dövrdə ayrı-ayrılıqda abidələr öyrənirik? Bunun cavabı bundan ibarətdir ki, tədqiqatçılar araşdırma edən zaman hər dövrə aid olan ayrı-ayrı yerlərdən əşyalar, tapıntılar, yəni maddi mənbələr tapıblar və bu maddi mənbələrin tapılmasına əsasən biz bu yerlərin yerləşmə yerlərini öyrənirik. Paleolit dövrünə aid olan tapıntıların tapıldığı bölgələr paleolit dövrü abidələri hesab olunur. Neolit dövrünə aid olan tapıntıların tapıldığı bölgələr neolit dövrü abidələri hesab olunur. Yəni bu şəkildə davam edir. Və ilk dövr daş dövrünün birinci mərhələsi olan paleolit dövrüdür və biz paleolit dövrü abidələri ilə başlayırıq. Ümumiyyətlə adında lit sözü olan bütün dövrlər yadımızda saxlayaq ki, daş dövrünün bölünmələridir. Çünki litos sözündən gəlir, daş deməkdir. Paleos qədim, yəni qədim daş dövrü mənasını verir. İndi paleolit dövrünün abidələrinin yerləşmə yerlərini təhlil edirik. Yəni paleolit dövrü hansı abidələr əsasında öyrənilir? Hansı bölgələrdən paleolit dövrünə aid olan tapıntılar tapılıb ki, biz bunları paleolit dövrü abidələr deyirik? Baxaq xəritəyə. Gördüyünüz xəritədə sıralıqla sol tərəfdən sağa doğru gedəcəm, aşağıdan yuxarıya doğru. Ən aşağıda qazma Naxçıvan bölgəsi. Location işarəsi olan yerlər, yəni qırmızı rənglə işarələnmiş hissələr həmin bu mağaraların yerləşdiyi yerlərdir. Qazma mağarası location olduğu yerdə yerləşir, yəni ümumi Naxçıvan bölgəsi. Daha sonra Qarabağ bölgəsində Azıq və Tağlar mağaraları, Kəlbəcərdə Zar. Kəlbəcəri Ermənistana yaxın bölgə olaraq yadımıza saxlayırıq. Bura Ermənistandır, müasir Ermənistan Respublikası və Kəlbəcər burada yerləşir. Çıxırıq biraz daha yuxarı. Qazaxda Daşsalahlı və Damcılı, hər ikisi Qazax bölgəsinə düşür bu hissədə. Bura Qazax hesab olunur. Mingəçevirdə Qaraca düşərgəsi və gəlirəm Lerikdə Quzeyə mağarası. Bu hissədə Lerikdir. Qıraqda gördüyünüz insan şəkilləri ki var, süni intellektlə hazırlanmış. Bu insanların, qədim insanları göstərməyə çalışır. Bu insanların yaşadığı mağaralardır. Həmin bu sadaladığımız mağaralar. İndi burada kontur xəritə ilə adlar yazılmış xəritəni qarşılaşdıraraq göz yaddaşı ilə yadımıza saxlamağa çalışırıq. Rəqəmlərlə, baxın, 1 yazılan yerdə bu tərəfdə Lerikdə Buzeyir. 2 Naxçıvan bölgəsi, Naxçıvanda qazma. 3 baxın bu hissədir. Burada baxırıq Qaraca, Mingəçevir bölgəsi. 4 Qarabağ bölgəsidir. Qarabağda Azıq və Tağlar. Daha sonra 6, daha doğrusu 5, bir dəfəyə keçdim. 5 Damcılı Daşsalaqlı, baxın, Damcılı Daşsalaqlı Qazaxda və 6 burada Kəlbəcərdə Zar bölgəsi. Buna aid bir xəritə toplumumuz olacaq. Eyni bu şəkildə, bu ekranda gördüyünüz şəkildə göz yaddaşı ilə tətbiq edərək praktiki şəkildə öyrənə biləcəksiniz. İndi kontur xəritə üzərindən digər şəkillər olmadan müəyyən edək ki, hansı bölgə, hansı ərazidir. Bunu siz eləyirsiniz. Burada 30 saniyəlik sizə vaxt verirəm. Bu vaxt ərzində əraziləri tapırsınız. Əgər tapa bilməsəz, videonu geriyə çevirib, eyniləşdirib, qarşılaşdıraraq özünüz müəyyən edirsiniz ki, səhvləriniz hardaydı. İndi isə dövrləri ayrı-ayrılıqda müəyyənləşdirək. Alt paleolit dövrü bilirsiniz ki, ilk insanın yarandığı dövrdür. Bu kənarda gördüyünüz ilk insan olaraq göstərməyə çalışmışıq və bu ilk insan alt paleolit dövründə yaranır. Alt paleolit dövrünü biz Quruçay mədəniyyəti adlandırırıq. Çünki alt paleolit dövrünə aid olan Azərbaycandakı ilk tapıntı, yəni ümumiyyətlə insanlığa aid olan ilk tapıntı Azıq mağarasından tapılıb. Azıq mağarası da Qarabağda Xocavənd rayonu ərazisində yerləşir. Bu gördüyünüz hissədə və Quruçay dərəsinin sahilində yerləşdiyinə görə ilk insanlar mağaranın içərisində yox da məhz bu Quruçay dərəsində yaşadığına görə, buradan bəhrələndiyinə görə biz alt paleolit dövrünü Quruçay mədəniyyəti dövrü adlandırırıq. İkinci dövr mezolit dövrü. Kənarda da gördüyünüz kimi, baxın, ox və kaman ixtira olunub. Artıq insan ox və kaman vasitəsilə ov etməyə çalışır. Digər tərəfdə əlində harpun var. Yəni balıq ovlamaq üçün balığa vurur və balıq onun üstünə keçir. Bu şəkildə ovlanırdılar. Deməli, quruda ovlanmaq üçün ox və kamanı ixtira ediblər. Suda isə harpunu. Hər ikisini mezolit dövründə ixtira ediblər. Mezolit dövrünün abidələri 2-dir. Birincisi
Bakı yaxınlığında hər zaman axtaracağımız Qobustan, Qayaüstü rəsmləri ilə bilirsiniz ki, məşhurdur. Hal-hazırda açıq səma altında muzey olaraq tarixə düşür. Hətta UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilib. Digəri isə Qazaxda Damcılı mağarası. Bayaq da adını çəkmişdik. Damcılı həm paleolit dövrü abidəsidir, həm də mezolit dövrü abidəsi sayılır. İndi eyni dövrü kontur xəritə üzərindən qeyd eləyək. Kənardakı rəsmləri dövrlərə uyğun şəkildə yerləşdirməyə çalışmışıq. Baxın, Qobustandan danışdıq. Qobustanda Qayasu təsvirləri var. Bu şəkil onu göstərməyə çalışır. Digəri isə harpun demişdik ki, mezolit dövründə kəşf olunub. Bu da əlində harpunla balıq tutmağa çalışır. Belə düşünə bilərik. Deməli iki abidə olmuşdu. Biri adlanan yerdə Qobustan, digəri isə Qazaxda Damcılı mağarası 2. Neolit dövrü bilirsiniz ki, artıq əkinçilik, maldarlıq inkişaf eləmişdi. Qadınlar əkin biçinlə məşğul olurdu. Baxın, bu kənardakı şəkildə onu göstərməyə çalışır. Daha sonra Neolit inqilabı baş vermişdi. Daşları deşməyi, cilalamağı öyrənmişdilər. Digəri ikinci şəkildə bunu göstərməyə çalışır. Neolit dövrünə aid olan abidələrin sayı biraz çoxdur. İndi onlara baxırıq. Deməli, ilk olaraq Qobustan həm mezolit dövrü abidəsidir, həm də neolit dövrü abidəsidir. Daha sonra Ağcabədidə Kamiltəpə, Ağcabədi bu hissə hesab olunur, Qarabağ bölgəsinə düşür. Ağcabədidə Kamiltəpə. Sonra çıxırıq yuxarı Gəncə Qazax bölgəsi. Ümumiyyətlə baxın, bura Qazaxdır. Qazaxdan Gəncəyə qədər olan bir hissə Neolit dövrü abidələrinin tapıldığı ərazidə ümumi şəkildə yazıb Gəncə Qazax. Daha sonra Tovuzda Göytəpə. Baxın, biz bundan öncəki xəritələrdə Qazaxın yerləşdiyi yeri öyrənmişdik ki, bu hissə Qazaxdır. Onun aşağı hissəsi isə Tovuzdur. Ona görə də Göytəpə adlanan yer Qazaxda aşağı hissədə Tovuz, Göytəpə. Daha sonra ən sonuncu isə Naxçıvan bölgəsi də Neolit dövrünə aid olan tapıntıların tapıldığı bölgə hesab olunur. Bu ərazilərin sayı biraz çox olduğuna görə bu kontur xəritə üzərindən mən özüm sizə yenidən izah edəcəm, hansı harda yerləşir. Burada qarışıq çox verilib, tək neolit dövrü yox, qarışıq şəkildə verilibdir. İstəsəz videonu dayandırıb özünüzü yoxlaya bilərsiniz. Əgər bilmirsinizsə, mənimlə bərabər izləməyə davam edə bilərsiniz. 1. Qobustan bölgəsi, daha sonra 4. Ağcabədidə Kamiltəpə. Təbii ki, rəqəmlər böyükdür, ümumi şəkildə verilir və sizə də bu şəkildə imtahanlarda düşür. Daha sonra 2. Gəncə Qazax bölgəsini nəzərdə tutur. Demişdik, Qazaxdan Gəncəyə qədər olan bölgəni əhatə edir. 5. Tovuzda Göytəpə. 3. Naxçıvan bölgəsi. 8. Şamaxı bölgəsini verib. Şamaxı bu dövrdə yoxdur. 6. Xaçmaz, Quba bu hissələrə düşür. Bu dövrdə yoxdur. 7. Bakıdır. O da Neolit dövründə yoxdur. Gəldik eneolit dövrü abidələrinə. Eneolit dövründə artıq insanlıq biraz da inkişaf edir. Ümumiyyətlə, hər dövrdə fikir verirsinizsə, yeni şeylər yaranır. Yəni, insanlar mərhələli şəkildə hər dövrdə biraz daha inkişaf edir. Olduğumuz hal-hazırki dövrdə belə insanlar olduğu yerdə qalmır. Hazırda süni intellektlər, robotlar hazırlanır. Yəni, insan durmadan inkişaf edir ki, bu dövrdə yeni yaranmış ilk insanlar da durmadan inkişaf edir. Eneolit dövründə artıq qadınlar hələ də əsas yerdə dayanırlar. Qadınlar baxın, yemək bişirir, odu qoruyur, uşaqlara baxır və s. Kişilər isə xəritədə gördüyünüz kimi ovçuluqla məşğul olur, ov arxasınca qaçır. Və eneolit dövründə həm də ofsun, totem yaranmışdı. Sehr, cadu, müasir dövrdə ən çox dediyimiz bu yaranmışdı. Aşağıdakı şəkildə də bunu görə bilərik ki, ofsun eləyir, ova getmədən öncə heyvanların şəklini çəkir və ofsunlayır ki, ovu uğurlu keçsin. İndi eneolit dövrünə aid olan tapıntıların olduğu bölgələrə baxaq. Çox deyil, sadəcə 3 ədəddir. Birincisi Gədəbəy bölgəsi. Baxın, bu da Ermənistanla qonşudur. Ümumiyyətlə, bu hissə, qərb olan hissə Azərbaycan və Naxçıvan arası müasir Ermənistan Respublikası hesab olunur. Və Gədəbəy, Kəlbəcərin bayaq adını çəkmişdik. Bunlar qərbdən Ermənistanla qonşu olan bölgələrdir. Deməli, birinci Gədəbəy, eneolit dövrünə aid olan abidə. Onun aşağısında Daşkəsən, yenə eneolit dövrünə aid olan abidə. Və üçüncü isə Qarabağın dağlıq hissəsini eneolit dövrünə aid olan tapıntıların tapıldığı yerləşmə yeri olaraq götürürük. Gədəbəy, Daşkəsən və Qarabağın dağlıq hissəsi. İndi yenə kontur xəritədir və bu sadə olduğuna görə bunu sizə buraxıram. 30 saniyə vaxt verirəm. 30 saniyə ərzində yerləri siz müəyyənləşdirin. Əgər müəyyənləşdirə bilməsəniz, videonu geri çəkin, bölgələrə baxın və yenidən bu xəritə üzərindən müəyyənləşdirməyə çalışın. Gəldik erkən tunç dövrünə.
Erkən Tunç dövründə artıq bizə lazım olan bölgələr ibadətgahlarla bağlıdır. Burada sizə başa salmaq üçün məscid, kilsə vermişik. Yəni ki, müasir dövrdə necə ki dinlər var və hər kəsin ibadət evi fərqlidir. Müsəlmanlar məsciddə ibadət edirlər, xristianlar kilsədə ibadət edirlər və yaxud da digərləri sinaqoqda ibadət edirlər və bu dövrdə də ilk dəfə insanlar özləri üçün ibadətgahlar, yəni gedib ibadət edəcəkləri, tapınacaqları, özlərini huzurlu hiss edəcəkləri yerlər yaratmağa başladılar. Buna dini ibadətgahlar deyilir. Onu da formasını bilmədiyimizə görə aşağıda göz yaddaşı ilə yadınızda saxlayasınız deyə bu şəkildə vermişik. İndi həmin ibadətgahların yerləşmə yerlərinə baxaq. Deməli, birinci Kültəpə Naxçıvan bölgəsində ibadətgah idi. Birinci Kültəpə. Daha sonra yenə Qazaxda Baba Dərviş və üçüncü isə Xaçmazda Sərkərtəpə. Xaçmaz ən təpə yer. Baxın, Azərbaycanın yuxarı hissəsini Xaçmaz olaraq götürürük. Sərkərtəbəni hər zaman burada axtarırıq. Bir də təkrarlayıram, ibadət evləri birinci Kültəpə Naxçıvanda, Baba Dərviş Qazaxda və Sərkərtəpə Xaçmazda. İndi yenə kontur xəritə, ekranı dayandırırsınız və bu xəritə üzərindən yerləşmə yerlərini tapırsınız. Tapa bilməsəniz videonu geri fırlayırsınız, baxırsınız və yenidən uyğunlaşdırırsınız. Gəldik Orta Tunç dövrünə. Orta Tunç dövründə burada bir şəhər işarəsi vermişik sizin üçün. Yəni ki, bu dövrdə artıq ilk şəhərlər meydana gəldi. Təbii ki, bu şəkildəki kimi binalar, hündür asfalt yollar və s. belə deyildi. İlk şəhərlər təbii ki, ibtidai formadaydı. İndi görək Azərbaycanda ilk şəhərlər harda yaranıb? Deməli, birinci Naxçıvanda, ikinci Kültəpə və Oğlanqala. Naxçıvanda 2 şəhər mərkəzi oldu deməli. İkinci Kültəpə və Oğlanqala. Naxçıvanda birinci Kültəbədən də danışmışdıq. Bu erkən Tunç dövrünə aid olan ibadət evi idi. Orta Tunç dövründə isə ikinci Kültəpə ilkin şəhər məskənidir. Daha sonra Qarabağda Üzərliktəpə, bəziləri bura Nərgiztəpə deyir. Nərgiztəpə artıq kitablarda çıxarılıb. Ona görə də onu yadımızdan çıxardırıq. Köhnə kitablarda var, köhnə vəsaitlərdə hələ də qalır, amma yeni dərsliyə görə artıq o yoxdur. Nərgiztəpə yoxdur. Qarabağda yalnızca Üzərliktəpə, Urmiyada Göytəpə. Bu bölgə Urmiya bölgəsi deyil, amma Arazdan aşağı olduğunu başa düşəsiz deyə aşağı hissədə vermişik ki, yəni Göytəpə Urmiya bölgəsindədir. Arazdan aşağı olacaq. Azərbaycan ərazisində deyil. Yəni müasir Azərbaycan Respublikasında deyil. Bir də sadalayıram. Naxçıvanda 2-ci Kültəpə, Oğlanqala, Qarabağda Üzərliktəpə, Nərgiztəpə yoxdur, onu unuduruq və Urmiyada Göytəpə. İndi burada belə bir qeyd yazmışıq sizin üçün. 2 Göytəpə abidəsi var. Bir Tovuzda Göytəpə, bir də Urmiyada Göytəpədən danışdıq. Tovuzdakı Göytəpə Neolit dövrünə aid olan abidədir. Yəni oradan tapılan tapıntı Neolit dövrünə aiddir. Urmiyadakı Göytəpə isə Orta Tunç dövrünə aid. Yəni ilkin şəhər məskənlərindən biridir. Yəni dövrləri fərqlidir. Tovuzdakı Göytəpə Neolit dövrüdür. Urmiyadakı Göytəpə isə Orta Tunç dövrüdür. İndi Orta Tunç dövrünə aid olan kontur xəritə yenə də ekranı dayandırırsınız və özünüz müəyyənləşdirirsiniz. Gəldik Son Tunç dövrünə. Son Tunç dövründə artıq erkən Tunç dövründə yaranmış bərabərsizlik və ibtidai icma quruluşu dağılır. Bərabərsizlik nə idi? Baxın, burada şəkildə siz başa düşəsiniz deyə qeyd etmişik. Bir kasıb insan qoymuşuq, imkanı yoxdur. Bir də zəngin insan qoymuşuq. Hal-hazırda dünyanın vəziyyəti olduğu kimi, yəni biz buna bərabərsizlik deyirik. Varlı və kasıbın olması bərabərsizlikdir və bu ilk dəfə erkən Tunç dövründə yaranıb, müasir dövrdə də hələ də davam edir. Elon Musk kimi, Apple-ın qurucusu kimi və digər milyarderlər kimi zəngin insanların olduğu bir dünya var. Bir də dünyanın içərisində Qazze kimi, Uyğurlar kimi əzilən aşağı təbəqədən olan kasıb, belə deyək, hüquqsuz təbəqə var. Bu yaranıb erkən Tunç dövründə, Son Tunç dövründə isə dərinləşir. Bərabərsizliyin dərinləşməsi ibtidai icma quruluşunun dağılması deməkdir. Çünki ibtidai icma quruluşu bərabərlik dövrüdür. Əgər bərabərlik bərabərsizliklə əvəzlənirsə, yəni varlı kasıb yaranırsa və bu dərinləşirsə, ibtidai icma quruluşunun sonu deməkdir. Ona görə də Son Tunç dövründə artıq ibtidai icma quruluşu dağılır. Son Tunç dövründə bilirsiniz, həm də Son Tunç erkən dəmir dövrü deyilir və bu dövrə aid olan bizə lazımdır kurqan qəbirlər, hansı ki orada bərabərsizliyin dərinləşməsini, ibtidai icma quruluşunun dağılmasını göstərən əlamətlər var.
Bunlar hansıdır? Burada Borsulu, Sarıçoban, digər ərazilərin adları verilir. Amma bizə əsas ikisi lazımdır. Birincisi Qarabağda, Xocalıda, Xocalı kurqanı. İkinci isə Oğuzda, Kərimli kurqanı. Oğuz Azərbaycanın şimal bölgəsidir. Bu hissədir, Şəki ilə qonşu. Xocalı da ki, bilirsiniz ki, baxın bu hissədədir və Qarabağ bölgəsinə düşür. Yəni ki, Oğuzu hər zaman Kərimlini, daha doğrusu şimal hissədə axtaracağıq, Xocalını isə Qarabağ bölgəsində axtaracağıq. Bərabərsizlik və ibtidai icma quruluşunun dağıldığını göstərən kurqanlar harda tapılıb deyərsə əgər, bu şəkildə axtarırsınız. İndi yenə bilirsiniz qaydanı artıq kontur xəritə üzərindən özünüz müəyyənləşdirirsiniz. Və sonuncu son tunç dövrünə aid olan piktoqrafik yazı nümunələri. Ümumiyyətlə bilirsiniz ki, baxın bu ekranda görürsünüz, şəkillər çəkilib qayaüstü təsvirlər Qobustanda və digər bölgələrdə tapılmışdı. Qayaüstü təsvir dedikdə biz bunu iki şəkildə anlamalıyıq. Bir, ya sadəcə təsvirdir, ikincisi bu piktoqrafik yazıdır. Son tunç dövrünə aid olan qayaüstü təsvirlərə biz sadəcə təsvir deyirik. Yəni sadəcə olaraq şəkildir və biz orada tədqiqatçılar araşdırma apararkən və yaxud da biz baxarkən sadəcə bir rəsm görürük. Oradakı insanların yaşayış tərzi ilə bağlı məlumat əldə edirik. Amma piktoqrafik yazı odur ki, yenə şəkillərdən çəkilib piktoqrafik şəkli yazıdır. Amma burada bir mesaj var. Əgər bir-birlərinə bir mesaj ötürülürsə, bir mətn varsa burada, buna piktoqrafik yazı deyilir. Və son tunç dövründə qayaüstü təsvirlər artıq sadəcə qayaüstü şəkil deyil, piktoqrafik yazı hesab olunur və bu piktoqrafik yazının son tunç dövründə tapıldığı bölgələr Abşeron, Qobustan yan-yanadılar. Abşeron Bakıya yaxındır. Abşeron bölgəsi, Qobustan bölgəsi və Kəlbəcər. Buradan tapılmış qayaüstü təsvirlər sadəcə təsvir deyil, piktoqrafik yazı hesab olunur. Bu sizin üçün sonuncu məlumat idi. Dostlar, qeyd edeyim ki, bizim böyük marafonlarımız başlayır. Bu böyük marafonlarda mövzular daha dərin şəkildə olacaq. Bu demo marafonu idi. Ön hissədən sizə ödənişsiz şəkildə təqdim olundu. Böyük marafonlarda isə məlumatlar daha dərin olacaq, sınaqlar daha çətin olacaq. Sizlər üçün orada mövzunu mənimsəməyiniz üçün, tək ərazilər yox, ümumi mövzunu mənimsəməyiniz üçün hər şəkildə proqram tərtib olunmuş olur. Eyni bu qaydada mövzuları izləyəcəksiniz və sizlər üçün sınaqlar təşkil olunacaq ki, o sınaqlar vasitəsilə də öyrəndiyiniz biliklərinizi möhkəmləndirəcəksiniz. İstər müəllim, istər müdavimi, istər abituriyent olun, fərqi yoxdur. Mövzuları bu şəkildə anlayaraq, qavrayaraq, vizual şəkildə görərək öyrənmək istəyirsinizsə, bu marafonlar tam sizin üçündür. Hər birinizi səbirsizliklə bu marafonda gözləyirik.